Salam əziz dostlar, yenidən Breyring'də görüşmüşük. İctimai Televiziyanın efirində Breyring'in 27-ci mövsümüdür və bütün bu mövsümlər boyunca verilişimizə əsas dəstəyi Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, o cümlədən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi göstərir. Həmçinin mən böyük təşəkkürümü Dənizkənarı Bulvar İdarəsi ərazisində yerləşən Crystal Hall'un əməkdaşlarına çatdırıram yaratdıqları rahat şəraitə görə. Və bu mövsümdə verilişimizin baş sponsoru NAR'dır. Bugün müstəqil hakim kürsüsündə baş sponsorumuz olanların media əlaqələri üzrə eksperti Sevil xanım Tağıyevadır. DJ pultu arxasında isə DJ Maksim. Gəlin dəstək qrupumuzu salamlayaq. Flash qrupu gözəl rəqsləri ilə komandalarımıza azarkeş edir. Proqramın aparıcısı və baş hakimi mən Fatih və mövsümün sonunda baş sponsorumuz NAR tərəfindən təhsil edilmiş NAR kubokunun sahibi bilinəcək. Həmin oyunda mart, aprel, may və iyun aylarının çempionları iştirak edəcəklər. Dəyişməyən baş sponsorumuz NAR kubokun sahiblərinə dəyərli hədiyyələr hazırlayıb. NAR sənə ən yaxın və bugünkü oyunun 3 iştirakçısı məlumdur. Bu Sumqayıt Bakı Dövlət Universiteti komandası. Sumqayıtı salamlayaq. Bakı Dövlət Universitetini salamlayaq. Və bir də Bakı komandasıdır. İndi isə digər komandalara da şans yaratmaq üçün şans oyunu elan edirəm. Şans oyunun qaydalarına görə komandalar hər bir komanda bir üzvünü meydana göndərir və bu nəticədə o oyunçunun öz komandasını masa arxasına gətirmək şansı verir. Bugün bu oyunçuların ki fərqli masa arxasında olmasının bir səbəbi var. Çünki hər dəfə mən sual verdikdən sonra qalib olacaq masa digər masadakı oyunçuları öz komandalarının yanına yollamış olur. Həmin komandalar oynamaq şansını itirmiş olurlar. Və eyni zamanda cavab verən komandalar da daha sonra öz masasının iki yerə bölünməsini təmin edir. Bugün şans oyunun qaydaları belədir. Mən sizə bu geridə qoyduğumuz il boyunca bizi ən çox həyəcanlandıran bir komanda haqqında danışmaq istəyirəm. Əlbəttə bu Qarabağ komandası idi və bu alqışlar bizim həmişə azarkeşlik etdiyimiz Qarabağ üçündür. Onların son böyük uğuru heç şübhəsiz ki, Çempionlar Liqasında növbəti mərhələyə keçmək oldu. Və mən sizə Qarabağın Çempionlar Liqasının bu mövsümündə qarşılaşdığı komandaların adını deyəcəyəm. Siz mənə onların hansı ölkəni təmsil etdiyini. Diqqət. Diqqət. Shelburne. Vaxt. İşıq qırmızı masada yanır. Əhməd Əliyev, NAR, İrlandiya. Doğrudur, elədir ki var. Yaşıl masa arxasındakı oyuncular əfsuslar olsun ki, tribunalara qayıdır. Diqqət. Bəs Şkendiyə vaxt. Bu dəfə yaşıl masada işıq yanıb. Abbasov İsrail, Gəncə komandası, Makedoniya. Şimali Makedoniya. Elədir ki var. Yenə komandalar iki yerə bölünür. Diqqət. İndi isə bir dəqiqə qong vurulmuşdu deyə NAR Plus komandasını və Azərbaycan Dillər Universiteti komandasını mən qırmızı masa arxasına dəvət etməli oluram. O ki qaldı komandaya. Ferencvaroş. Vaxt. Yaşıl masada Faystart, qırmızı masa düşünür. Azərbaycan Dillər Universiteti, Macaristan. Doğrudur. Yenə doğru cavab. Çox az rəqib qalır. Cəmi 5 komanda indi mart finalında oynamaq uğrunda mübarizə aparır. Benfica'nı da yəqin bilirsiniz. Vaxt. Azərbaycan Dillər Universiteti komandası, Portuqaliya. Elədir ki var. Və indi Qazax komandası iki güclü rəqibə qarşı. Chelsea. Vaxt. Azərbaycan Dillər Universiteti komandası, İngiltərə. Tamamilə doğrudur. Tamamilə doğrudur. Ya Azərbaycan Dillər Universiteti ya da NAR Plus oynayacaq. Görəsən hansı komanda? Atletik. Vaxt. Rəşad. Yəqin ki, bu Bilbao İspaniyadır da. Elədir ki var və
Nar Plus komandasını qırmızı masa arxasına dəvət edirəm. Xatırladıram ki, onlar mart ayının finalına oynamaq üçün mübarizə apardılar, amma əfsuslar olsun ki, bu şansı keçən həftə itirdilər və yenidən bu şansı onlara Rəşad Şahveryanov qaytarır. Cavidan Hacıyev, Rəşad Şahveryanov, Marif Eyvazov, Ceyhun Hüseynov, Emin Məmmədov və Nihat Hacızadə öz yerlərini qırmızı masa arxasında alırlar. Görəsən rəqibləri kim olacaq? Bakı Dövlət Universiteti Sumqayıt komandası yoxsa Bakı komandası? Hər halda seçimi sizinlə edirik və sizcə hansı komanda gəlməlidir? İlk final döyüşünə Bakı komandası gəlir. Buyurun. Kənan Dadaşzadə, Namiq Quluzadə, Ayxan Məmmədli, Səbuhi Göyüşov, Ağarəhim Qılıçev və Elgün Abdurrahmanov öz yerlərini alırlar. Bütün döyüşlər 5 xala qədər oynanılacaq və indi bir revanş yaşanacaq. Biz biləcəyik ki, hansı komanda doğrudan da mart ayının çempionu adı uğrunda mübarizə aparmalıdır. Xatırladıram ki, birinci döyüşdən qalib Bakı komandası çıxmışdı. Amma bu döyüşün bir fərqi var. O 5 xala qədərdir və gəlin görək nə olur. Oranın 1000 nəfərə yaxın əhalisi var və daha çox neft çıxarma və balıqçılıqla məşğul olur. Bakı komandasında fay start yaşanır. Ona görə 4-cü nişanından birini Ağarəhim Qılıçev masada saxlayıb, sadəcə Nar Plus komandasının necə oynayacağına baxacaq. Sual da budur. 1000 nəfərə yaxın əhalisi olan, daha çox neft çıxarma və balıqçılıqla məşğul olan bir yer haqqında soruşuram. Ötən il hadisələri orada cərəyan edən detektiv serial hansı idi? Vaxt. Serial soruşuyor da bir dənə özü də. Ha, okey. Serial olur. Hələ. Salam Fatih, o seriala baxan Cavidan Hacıyev cavab versin. Cavidan doğrudan baxmısınız? Bəli, hətta belə deyək, düz yadımda televiziyada baxdım, neçə ildən sonra ilk dəfə serialda baxırdım televiziyada. Bu Tilov serialıdır, Tilovda baş verir. Tilov yoxsa Çilov? Çilov adasında Tilov serialı baş verir. Çox möhtəşəm bir serialdır. 1-0 tamamilə doğrudur. Kim baxmayıbsa İctimai Televiziyanın İTV Az saytında o serialı tapıb izləyə bilər. Növbəti sual. Rejissor Vaqif İbrahimoğlu 80'lerin sonunda Türkiye'de işlədiyi dövrdə küçədə hamının onu diqqətlə sezdiğini hiss edir. İş yoldaşları ona izah edirlər ki, bizdə qışda heç kəs həz papaq geymir. Xarici olduğun bundan bilinir. Bəs bəziləri ona yaxınlaşıb nə xahiş edirdilər? Vaxt. Nar Plus komandası buyurun. Marif Eyvazov. Eşidirəm sizi Marif. Bəlkə deyib ki, bu papağı ver, şəkil çəkdirin bu papağına. Yox elə deyil. Bakı komandası düşünür. Ya da xaricisən kömək lazımdır, bəlkə kömək xətrinə deyirlər, bəlkə sən xaricisən, kömək lazımdır sənə. Bəlkə nəsə satmaq istəyirlər. Ya da əlində kamera, gəzəyin saçı deyir ki, məni də çəkə bilərsən. Niyə çəksin? Saçı səssiz dedilər ya sən. Özün qışdır, soyuq var. O nə deyir? Sən çəkmək demədi onunla. Bilmədim. Elgün sizin cavabınız nə olacaq? Dəhşət çox versiya var. Zəhmət olmaz təkrarlaya bilərsiniz. Rejissor Vaqif İbrahimoğlu 80'lerin sonunda Türkiye'de işlədiyi dövrdə küçədə hamının onu diqqətlə sezdiyini hiss edir və iş yoldaşları izah edir ki, bizdə qışda heç kəs həz papaq geymir və xarici olduğum bundan bilinir. Bəziləri ona yaxınlaşıb nə xahiş edirdilər? Gəlin düşünək ki, onun belə deyim papağı türklərin çox xoşuna gəlir və onlar soruşurlar ki, bu papağı necə almaq olar? Yəni necə bizdə də bu papaqlardan olsun? Bilirsiniz, Nar Plus komandası deyir ki, onunla şəkil çəkdirirlər. O vaxtı 80'lerin sonunda Türkiye'də də aydın məsələdir ki, heç kəsin hamı cibində smartfonla gəzmirdi ki, və ya fotoaparatla ki, şəkil çəkdirsin. Amma hamı bu papağın çox da tez-tez rast gəlinməyən biçimini görüb ona sadəcə toxunmaq istəyirdilər ki, o həzzin, necə deyirlər, həzzini çıxarsınlar. Növbəti sual 2 xal dəyərində. Niro Wolf hekayələrinin birində onu bezdirən ziyarətçini qəbul etmək istəmir və arzu edir ki, ziyarətçinin bədəninin bir yerində döyənək yaransın. Harasında? Vaxt. Nar Plus komandası buyurun. Ceyhun Hüseynov cavab vermək istəyir. Barmağında. Çünki? Zəngi basır, bu da açmır. Sənin barmağına döyənək çıxsın. Elədim işte 3-0. Nar Plus komandasının üstünlüyü. Elgün, mən xatırlayıram ki, sizin komanda daha çətin vəziyyətlərdən də bərpa olunub. Bunun yolunu bilirsiniz. Qalır növbəti suala cavab vermək.
2004-cü ildə Schubert şirkəti tərəfindən istehsal olunan dəbilqə 15 qat karbon fiber materialdan hazırlanmış və bir tankın üzərindən keçməsinə belə tab gətirirdi. Bu dəbilqənin ilk nümunəsi kimin üçün hazırlanmışdı? Vaxt. Yaşılmasa da işıq yanıb. Kim cavab verir? Ayxan cavab verəcək. Papaq haqqında sualın dalınca bu dəbilqə haqqında sualın cavabı nədir? Fikirləşirik ki, Formula 1 üçün hazırlanıbdır. Mixail Schumacher ola bilər. Elədir ki, var. 3-1. Məşhur Formula 1 pilotunun başını qorumağı öz üzərinə götürən Alman Schubert şirkəti belə sınaqla dəbilqələrin davamlılığını göstərmək istəyir. Növbəti sual. 1822-ci ildə məşhur Viyana qalereyası olan Albertina mənşəyindən asılı olmayaraq qapılarını geniş ictimaiyyətə açan ilk məkan olub. Siz isə sübut edin ki, sizi də o dövrdə Albertinaya buraxacaqdılar. Görün mənə lazım olan əşyanı nümayiş etdirə biləcəksinizmi? Vaxt. Nar Plus, buyurun. Mən özüm verəcəm cavab. Aha. Yox, Rəşad versin. Mənim üstümdə var, mən bilməm, ola bilər şəxsiyyət vəsiqəsi ilə hamını buraxırdılar, mənim də şəxsiyyət vəsiqəm var. Mən xahiş edərdim kameraya onu göstərəsiz, amma onda sizin fin kodu hamı görəcək. Hələlik isə sizin üzünüzü komanda yoldaşınızın görməsi üçün Maarifin yanına sizi dəvət edirəm. Bakı komandası düşünür. Əşya da. Geyim, ayaqqabı, nəsə belə bir şey. Paltar olmalı değil, nəsə birdən bir şey. Mən şeydən ötürü dedim ki, yəni klasik geyim olmadan da buraxırlar. Yaxşı sualdır bu, necədir Elgün? Tapsaq yaxşı sualdır, tapmasaq pis Bax, sualdır. elədir. Həmişəki kimi. İndi mən sizin meyarları başa düşürüm. Zəhmət olmasa sualı Kənan üçün tərcümə edə bilər. Təkrarlaya bilərsiniz. Hansı O dil? bilir Azərbaycan dilini. 1822-ci ildə məşhur Viyana qalereyası olan Albertina mənşəyindən asılı olmayaraq hamı üçün qapılarını açır, geniş ictimaiyyət ora axın edir. Amma içəri yenə də hamını buraxmırlar. Siz mənə sübut eləyin ki, bax sizi buraxardılar. Nəyə görə? Gəlin fikirləşək ki, mənşənin asılıca ola bilsin kasıb və varlı təbəqə var və ora misal üçün küçədə yaşayanlar da girə bilməsin deyə ayaqqabı və ayaqqabısızları seçirdilər və mən sübut edirəm ki, məsələn mənim ayaqqabım var deyə məni buraxardılar. Keçin içəri. 3-2. Tamamilə doğrudur. O dövrdə hər kəsin geyimi olsa da kasıbların çox ayaqqabısı olmadı və onlar bahalı parketləri, xalçaları körləyə bilərdilər deyə belə edilirdi. 3-2. Növbəti sual. Yeri gəlmişkən, hal-hazırda da Viyanada bu muzeyə daxil olarkən ayaqyalın girməyi istəsəz, onlar sizə ən qədim qaydalarından birini xatırladacaqlar ki, bu qaydanın 200-dən çox yaşı var. Ayaqqabınızı geyinin, keçin içəri. 2013-cü ilin dekabr ayında isə Grenoble qış kurortunda baş vermiş bir hadisədən sonra bir şirkət milyonlarla dollar pul itirdi. Hansı şirkət? Vaxt. Bakı komandası buyurun. Kənan cavab verəcək. 3-0 uduzan komanda hesabı... Şirkət Schubert idi, həmin kaskanı yaradan Schumacher üçün. Bayaq haqqında danışdığımız komanda tamamilə doğrudur. 3-3. 3-3. 3-0 uduzan komanda hesabı bərabərləşdirir. Növbəti sual. Bu da maraqlı sualdır. Çin avtomobil sənayesində 2025-ci ildən etibarən tam avtomatlaşdırılmış qaranlıq istehsalat konsepsiyasına keçid edilir. Bilməm, eşitmişsiniz yoxsa yox? Bu konsepsiyanın bu adı almasının əsas səbəbi nədir? Və şirkətlərin bu keçiddə əsas marağı nədədir? Vaxt. Qaranlıq işıqdan istifadə eləməsinlər, nə eləməsinlər? Digərlər bunu kopyalamasınlar, çox qabaqdadır. Bildimi? Nihat? Cavidanın maraqlı versiyası var. Maraqlıdır. Avtomatlaşdırılmışdır, orada insan işləmir, robot yanmır və ona görə işıq yandırma ehtiyacı yoxdur və şirkətlər də ona görə maraqlıdır ki, elektrik enerjisini qənaət edəcəklər bu yolda həm də. Yəni Keçən həftə siz bir etiraf eləmişdiniz ki, 10 il retrospektivində daha pis oynamağa başlamışsınız. Hər dəfə də sübut edirəm ki, daha pis oynayıram. Bu dəfə istisna. 4-3. 4-3. Tamamilə doğru izah elədiniz. Həqiqətən də robotlaşma ilə sürətlə gedir ki, hətta robotların işlədiyi iş otaqlarında işıq yandırmağa ehtiyacı yoxdur. Növbəti sual. Bu döyüşün qalibi ola bilər indi Nar Plus, amma hesabı bərabərləşdirmək
versiyamız da var. Mən sizə çox aktual bir mövzuda sual verəcəm. Yazıcı Fyodor Dostoyevski ədəbiyyatda ilk pulunu 1833-cü ildə Honoré de Balzac'ın sayəsində qazanıb. Hansı yolla, vaxt? Buyurun, Nar Plus komandası. Ceyhun Hüseynov. Ceyhun, komandanızı qalib edə bilərsiniz. Onun əsərini rus dilinə tərcümə eləmişdim. 5-3! Nar Plus komandasının bir mənalı qələbəsi. Göyçayın Nar Plus komandası tribunalara geri qayıtmaq üçün gedir. Onlar Mart ayının çempionatı uğrunda mübarizə apara biləcəklər. Komanda öz yerini tutur və növbəti döyüşün baş tutması üçün 2 komanda gəlir. Göyçayın Nar Plus komandasına bir də alqışlar, ən az ona görə ki, şans oyunundan qayıdıb bu cür oyun nümayiş etdirməyi hər komandaya qismət olmur. İndi isə qarşılayın. Sumqayıt, yaşıl masa arxasına gəlirsiniz. Beyrək Rəhimov, Emil Yusublu, Ceyhun Abdullayev, Toğrul Qurbanov, Muxtar Səfərov və komanda kapitanı Əşrəf Paşabəyli artıq öz yerlərini yaşıl masa arxasında alırlar. Onların rəqibi Göyçayın Nar Plus komandasından sonra əlbəttə Bakı Dövlət Universiteti komandasıdır. Qırmızı masa arxasına gəlirsiniz. Vüsal Qaflanov, Emin Qasımov, Cavidan Xankişiyev, Şamxal Cəbiyev, Ramal Ağazadə və komanda kapitanı Səməd Səmədov. Gəlin görək bu iki komandadan qalib kim çıxacaq və yekunda Nar Plus komandasına qarşı Bakı Dövlət Universitetinin komandası yarışacaq, yoxsa Sumqayıt. Diqqət! 2025-ci ilin sonundakı xəbərlərin birində deyilirdi ki, Donald Trump ona qırmızı vərəqə göstərib. Bəs o nədir? Vaxt. Qırmızı oyundan çıxarıb, nə deyirdiniz? Dekabrın sonları. Dekabr, yeni izatsa. Amerikadan nəyi qovur? Amerikadan nəyi qovur? Buyurun. Bu suala Emin Qasımov cavab verəcək. Eşidirəm. Bəlkə bu miladda kəsilən Hind quşudur. O deyil, o deyil. Əfsuslar olsun, o deyil. Sumqayıt düşünür. Bəlkə green card. Buyurun, qəşəng deyirsiniz. Hansı versiya qəşəng deyirsiniz? Ceyhunun yaxşı versiyası var. Donald Trump nəyə qırmızı vərəqə göstərib? Bəlkə green card'a qırmızı. Tamamilə doğrudur. Bu doğrudan qəşəng versiyadır. O həqiqətən green cardla tanıyasının oynanılmasını dayandırdı və dedilər ki, green card'a qırmızı kart göstərilib. Sumqayıt 1-0 üstünlüyü ilə növbəti sual. Bernard Shaw İngilis dilinin islahatı haqqında ciddi düşünürdü. Əgər bu islahat həyata keçsəydi, onun adı əvvəlki kimi yazılacaqdı. Amma familiyası yox. O nəyi dəyişmək istəyirdi? Vaxt. Buyurun, Sumqayıt komandası. Beyrək cavab verəcək. İngiliscə Bernard Shaw W hərfi ilə yazılır. Bəlkə o W hərfini çıxartmaq istəyirdi. Beyrək masadan qalxırsınız. BDU düşünür. W demək lazım deyil. Ya sığını dəyişməlidir, ya da ki... W bəlkə başqa cür yazılır onlarda. Bir dəqiqə, şahov söhbətdir bəlkə. S-H-A-W. Ş hərfi var, yəni əlavə eləmək istəyib. S-H da eləmək W söhbət. Səməd. Bir dənə zəhmət olması mənim üçün təkrarlayarsınız. Bernard Shaw İngilis dilinin islahatı haqqında ciddi düşünürdü və bu islahat həyata keçsəydi onun adı əvvəlki kimi yazılacaqdı. Familiyası yox. O nəyi dəyişmək istəyirdi? O bəlkə də bir neçə hərfin bir səsi verməsini dəyişdirmək istəyirdi. Onun da soyadında S və H bizim dildə olan hərflər Ş səsini verir. Onu dəyişdirib bir hərflə əvəz etmək istəyirdi bəlkə də. Yox, elə də deyildi. O, hərflər və səslərin üst-üstə düşməsini istəyirdi. Yəni, başqa sözlə onun show deyilən soyadı Sxav kimi yəni, tələffüz olunmasını istəyirdi. Növbəti sual 2 xal dəyərində. Məraim Fərzəlibəyov müsahibəsində qeyd edir ki, ad günləri insanı bunu etməyə məcbur edir. Çünki bunu etməsən, irəliyə gedə bilmərsən. Başqa ədibimizin əsərinin yaşlı bir personajına da bunu etmək məsləhət görülmür. Bunu etmək, yəni nə etmək? Göstərin, vaxt. Sumqayıt komandası. Bunu etmək, yəni geriyə baxmaq. Geriyə baxmaq. Eynən elə, 3-0. 3-0 həll edici məqamda Əşrəf cavab vermək haqqını öz üzərinə götürür. Lazım idi bu riskə getmək ya yox bilmirəm, amma cavab verəndən sonra rahatdır. Demək ki, bəli, lazım idi. Halbuki səhv cavab versəydi o geriyə yox, düz beyrəyin yanına keçməli olacaq. Növbəti sual.
Ulis Grantın həyat yoldaşı Julia Grant Afro-Amerikalılara dövlət başçısının rəsmi qəbulunu təşkil etməyi bacaran ilk Amerika Birləşmiş Ştatları prezidentinin birinci xanımı olub. Buna səbəb nə idi? Vaxt. Sumqayıt. Ceyhun cavab verəcək. Onun özü Afro-Amerikan idi ona görə. Yox. Yəni qara dərili idi. Deyildi. Bakı Dövlət Universiteti düşünür. Prezident olub da. Onsa qaradərlilərə qarşıdır bunlar. Bu bəlkə müharibədə ucuzurlar. Ulis Grant müharibəni udan tərəfdədir. Onlar bunu dəyişmək istəyirlər. Bəlkə Lincolndan sonra gələndə. Hə, Lincolndan sonra gələndə. 50 Grant. Lincoln sevirdi cəmaət, bunu da sevsin də. Eyni düşüncədə olsun. Sizin versiya nədir? Emin üçün zəhmət olmaz təkrarlayın sualı. Emin, Ulis Grantın həyat yoldaşı Julia Grant Afro-Amerikalılara dövlət başçısının rəsmi qəbulunu təşkil etməyi bacarmış ilk birinci ledidir. Buna səbəb nə ola bilərdi? Bəlkə Julia Grant istəyirdi ki, tarixə bu ilkdən düşsün. Yox, onun özü də qul sahibinin qızı idi və vəziyyəti düzəltmək istəyirdi. Növbəti sualın dəyəri qalxdı, amma bu çox təhlükəli məqamdır. Bakı Dövlət Universiteti başa düşməlidir ki, indi döyüşdən Sumqayıt da qalib çıxa bilər. Əgər cavab versin. Əşrəf, Julia Grant haqqında bir faktı da bilməlisiniz ki, o çəp göz idi. O gözlərini əməliyyat etdirmək istəyirdi, amma Ulis Grant buna icazə verməmişdi. Ulis Grant bunu nə ilə izah etmişdi? Vaxt. Bakı Dövlət Universiteti kim cavab verir? Bu suala Vüsal Qaflanov cavab verəcək. Ehtiyatlı olun. Bəlkə o qorxurdu ki, yoldaşı kör olar. Yəni kör olar deyə. Xeyr, elə deyil. Masadan qalxmalı olursa Sumqayıt düşünür. Deyir çəp gözəlləşsən mən bəyənməyəsən. Başqa cəmat bilsə ki, bu çoxlu pul xərcləyir. Yox. Daha belə ər arvad arasında söhbətlər olmalıdır. Yəni mən də şeyimdə qüsurum var. Yox. Məncə şey olmasın, xalqa Əşrəf, kim cavab verəcək? Emil cavab verəcək. Emil, Julia Grant haqqında bu faktı bilin ki, o çəp gözü idi və gözlərini əməliyyat etdirmək istəyirdi. Bəs niyə Ulis Grant buna icazə verməmişdi? O yəqin ki, biraz zarafatla yanaşıb. Deyib ki, sənin gözlərin düzəlsə çox gözəlləşəsən və məni bəyənməyə bilərsən, olduğu kimi görsən. Yox, elə də olmayıb heyif ki. Amma mənim bu cavab daha çox xoşuma gəldi. Emil, nə vaxtsa siz komplimentlər eləyəndə mənə elə gəlir ki, istənilən xanım əriyib gedəcək. Yəni, sözün açığı bir ABŞ prezidenti olacaq qədər gözəl cavab verdi. Amma Ulis Grant o Julia demişdi ki, mən səni belə tanıyıb sevmişəm. Ona görə necə var qoy qalıb. Növbəti sualın dəyəri 3 xal. Hansı Azərbaycan Futbol Klubunun formasındakı çəhrayı rəng Masazır gölünün çəhrayı rəngi ilə bağlıdır? Vaxt. Bakı Dövlət Universiteti buyurun. Sabah Futbol Klubu. Tamamilə doğru. 3-3. Hesab bərabərləşir və Bakı Dövlət Universiteti komandası belə gərgin döyüşdə rəqibə aman vermir. Görürsünüz, hesabı bərabərləşdirdilər. Görəsən oyun davam edəcəkmi? Əşrəf, səyahət etməyi sevirsiniz? Bəli. Çox, yoxsa? Yəni kifayət qədər. Təyyarə ilə, qatarla? Təyyarə ilə daha çox. Təyyarə ilə səyahətdə ən xoşlamadığınız nədir? Ən xoşlamadığım, yəni belə deyək də tez getməlisən aeroporta və o vaxt itkisi. Mənim başqa şey xoşuma gəlmir ki, təyyarədə sən qonşularını seçə bilmirsən. Yəni, son ana qədər bir lotereyadır ki, sənin yanında kimi oturacaq. Dostlarımdan biri məsləhət görür ki, uşaqlı ailə ilə qonşu olmamaq üçün çalış 3 oturacaqdan o ortadakını seçəsən. Bu ehtimalı minimuma endirmək üçün isə bir bloger həm də məhz bu sıranı seçməyi məsləhət görür. Hansı sıranı və niyə? Vaxt. Hansı sıranı və niyə? Bəlkə təyyarə səsi məhərricin səsi falan deyil. Buyurun. Biz düşünürük ki, bu qapıya ən yaxın olan sıradır ki, oradan daha tez çıxmaq olsun. Əgər birdən o, belə deyək də, sizin şansınız olmasa, yəni yanınıza yenə də uşaq düşsə, siz daha tez çıxıb gedə bilərsiniz. Onsuz da 3 saat yarım onunla uçacaq. Elə deyil. Sumqayıt düşünür.
tualetə falan nəsə şey olmadı. Tualetə yaxın, ayağına yaxın olsun, amma dinlənmə falan nəsə başqa bir şey yox. Ayağının yalnız seçimdə görünmür axı. Görürsən, bilirsən də. Sumqayıt komandası buyurun. Fatih, zəhmət olmasa mənim üçün təkrar eləyərdiniz. Səyahətlər zamanı bir tərəf deyir ki, təyyarədə çalış ki, orta oturacağı seçəsin. Çünki ailə bir nəfərin sağında və solunda oturmaq istəməz. Bir məşhur bloger deyir ki, bu ehtimalı lap minimuma indirmək üçün siz məhz bu sıradan yerinizi seçin. Hansı sıradan? Bəlkə belə deyək də, motora ən yaxın olan sıra, onun səsi biraz o kompensasiya eləsin uşaq səsini. Bundan daha maraqlı bir versiya təklif olunur. Onlar deyirlər ki, ailələr bir yerdə səyahət eləyəndə oturacaqlarla bağlı qərar da çalışırlar ki, bir yerdə versinlər. Harada oturaq, necə oturaq, yox sən belə otur, sən isə bu tərəfdən otur. Və adətən əgər misal üçün siz həyat yoldaşınıza təklif eləsəz ki, gəl 13-cü sıranı seçək, o deyəcək ki, yox, harada istəyirsən uçaq, 13-cü sıranı seçmək. 13-cü sıraya adətən aeroport işçiləri özləri kimisə məcburən oturtururlar. Növbəti sualın dəyəri qalxır. 2 xal. Sumqayıt komandası bayaqda hesabda üstünlüyü var idi. İndi riski var. Riski var ki, Bakı Dövlət Universiteti cavab versin və bu döyüşün qalibi olsun. Əfsuslar olsun ki, bu sualdan sonra bir komanda qələbə şansını itirəcək. Afrika atalar sözündə deyilir. Gözlərimizin rəngi nə olur olsun, bunun rəngi həmişə eynidir. Vaxt. Sumqayıt komandası buyurun, kim cavab verir? Emil. Düşünürəm ki, bu səmadır. Yox. Emil masadan qalxmalı olur. Bakı Dövlət Universiteti düşünür. Bu rəngi bir olsun. Güləşirə bir parlaq, xoşbəxt elə nə var? Gülüşümüzün rəngi, işlərimizin rəngi. Xoşbəxt elə nəsə olmalı? Afrika atalar sözü deyil. Afrika deyil. Şansdan danışdı. Çox istidə. Şansdan danışdı. Şansla bağlı bir şeydir bəlkə. Məyusluq falan. Pulun rəngi bəlkə. Pulun rəngi bəlkə. Pisdir. Nar Plus komandası deyir, bitirin bu döyüşü, bilək kimdir rəqibimiz. Zəhmət olmasın mənim üçün təkrarlayın. Afrika atalar sözündə nə barədə deyilir? Gözlərimizin rəngi nə olur olsun, bunun rəngi həmişə eynidir. Dərinin. Yox. Deyir, gözlərimizin rəngi nə olur olsun, göz yaşının rəngi həmişə eynidir. Çox gözəl sual, razıyam. Bu cavabdan sonra mən ümid edirəm ki, hansısa TikToker'ın vaxtı çatar ki, bu videodan sonra OBM eləsin. Növbəti sual. Museo Nacional d'Art Catalunya Muzeyi hansı şəhərdə yerləşir? Vaxt. Eşidirəm Sumqayıt komandasını. Barcelona. Tamamilə doğrudur. Və bu Sumqayıt komandasının bu döyüşdəki qələbəsi. Masa arxasında qala bilirlər. Beyrək də, Emil də, Ceyhun da, Toğrul da, Muxtar da, Şirəf də öz rəqiblərini gözləyirlər. Xatırladıram ki, bu Göyçayın Nar Plus komandasıdır. Qarşılayın. Cavidan Hacıyev, Rəşad Şahverənov, Marif Eyvazov, Ceyhun Hüseynov, Emin Məmmədov və komanda kapitanı Nihat Hacızadə öz yerlərini alırlar. Marif ehtiyatlı olun. İlk saniyədə birdən cavab vermək haqqını yenə sizə verərlər və yenə masadan qalxmalı olarsınız. Sumqayıt komandası siz də ehtiyatlı olun. Çünki Nar Plus komandası bugün nəsə çox şanslıdır. Niyə şanslıdır? Ona görə ki, şans oyunundan gəldi. Gəldi və özünə Mart ayının finalında yer elədi. Və gəlin görək, Mart ayının çempionu Nar Plus olacaq, yoxsa Azərbaycan çempionu Sumqayıt komandası. Biz bunu musiqili time-outdan sonra biləcəyik. Musiqili time-outda isə bugünkü qonağımız Fuad Musayevdir. Qarşılayın.
tek kalan o geçmiş sevgini seninle unutan. Ay neyleyek bir yerden o aten günlerden kalır izimi. Uzak düşen günler bir ana diye elveda. Bir de senin geriye döner. Fırtınalar düşecek yana sensiz dünyada. Seni seven öyle gözler yine. Yeah, yeah. Hey. Let's go. Yeah, 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 yeah. Şirin şeker bir narılıydı, sonu tatıldı. Sevgim gözler seni döne döne. Her şey bir yakamdan. Hiç zaman bu hiç ram. Yandım beni güle güle. Ümitler bu yüzden yakınana. Garibe dünyadır, bir ucu sevdadır. Arzular yandı döküler. Ayrılar indi güle güle. Leylek alınmadı. İctimai Televizyon efirində Brain Ring'dir və bizim baş sponsorumuz NAR'dır. Mən həyatımı internetsiz təsəvvür etmirəm. Yəqin ki, sizdə də belədir və daha çox internet istəyirsinizsə, yaddan çıxarmayın ki, daha kiçik məbləğ ödəmə ilə daha böyük internet sahibinə NAR'la çevrilə bilərsiniz. Cibə uyğun sərfəli təklifləri, 11 GB-lıq paketə qoşulmağı, 1 saatlıq paketi, yoxsa ay boyunca istifadə edəcəyinizi özünüz qərar verirsiniz. Qoşulma qaydaları üçün internet yazıb 777-yə göndərin. Ətraflı məlumatı isə NAR Plus tətbiqindən və ya NAR Az səhifəsindən əldə edə bilərsiniz. Bugün müstəqil hakimimiz, baş sponsorumuz olan NAR-ın media əlaqələri üzrə eksperti Sevil xanım Tağıyevadır. Sevil xanım, oyun çox gərgin gedir və mən əminəm ki, siz də bunu hiss edirsiniz. NAR Plus komandasının belə şans oyunundan gəlib bu əzmi həm də o son fürsətdən yapışmaq kimi mən dəyərləndirirəm. Hər halda mart ayının çempionları olmaq şansları nə qədər yüksəkdir sizcə? Mən hər iki komandaya uğurlar arzu edirəm. Doğrudan da oyun çox maraqlı keçir. Xüsusilə bundan time-outdan öncəki görüş də çox maraqlı idi. Hər hansı bir komandanın adını çəkə bilmərəm, amma hər iki komandaya uğurlar arzulayıram. Təşəkkürlər. Xatırladıram ki, hər zaman olduğu kimi baş sponsorumuz NAR ayın çempionlarına xüsusi hədiyyələr təqdim edəcək. NAR sənə ən yaxın, amma eyni zamanda həm də indi NAR 4G nişanının hədiyyə verildiyi məqamdır və bu məqamdan çox uğurla istifadə edən düyməsixan oyun zamanı fay start etdiyi halda masa arxasında qalmaq şansı əldə edir. Diqqət, vaxt. Yaşılmasa da işıq yanıb. Sumqayıt komandasının düyməsixanı Muxtar Səfərov NAR-ın 4G xidməti qədər sürətli oldu və ona görə də öz 4G nişanını sinəsinə taxır. Əla, döyüşə başlaya bilərik. Üçüncü döyüş 5 xala qədərdir. Hesab 0-0. İtalyanlar nəyinsə lazım olan miqdarını gözəyarı ölçməmək üçün okey işarəsindən istifadə edirlər. Bax belə. Söhbət nədən gedir? Vaxt. Buyurun, Sumqayıt komandası kim cavab verir? Ceyhun. Ədvanın xüsusən də duzun çimdiklə ölçülməsi üçün. Yox. NAR Plus düşünür. Ətini ya. Bəlkə pendirin qalınlığı uzun şeydir, nazik olsun. Bu deyir okeydir də, okeydir. Pizzanın qalınlığı. Çox qalın da xeyməli. Belə eləyir də, bəlkə. Onu kündən qalın. Buyurun, buyurun.
Cavidan üçün nə təşəkkür zəhmət olsun. İtalyanlar nəyinsə lazım olan miqdarını gözə yarı ölçməmək üçün okey işarəsindən istifadə edirlər. Sizcə necə? Bu komanda versiyasına görə bu pizza bişirəndə istifadə edirlər. O pizzanın xəmirinin kündəsinin qalınlığı bu boyda olmalı. Bu boyda kündədən Çünki ayırmaq olar. Onun üçün yaxıb xəmir bu qədər nazik olsun deyə. Yox, əslində. Yox? Ya da düzdür. Hə? Düzdür. Amma bizim iki versiya var əslində burada. Yenə də komanda versiyası deyirəm şeydir. Pizza nazikliyi, xəmir Cavabınızı qəbul etdim. O bir versiya nə idi? Versiya o ki, xəmir əlin içinə sığışsın. Belə tutanda əlin içinə otursun xəmir. Başqa versiya yox idi? Yox. Pizzaya görə, yəni spagetti edirlər, pizzaya spagetti oturmur deyə oturamadım. Spagettiyə görə necəsə istifadə etmək olarmı? Onu 3 dəqiqə bölün ki. Yox, bu bir nəfərlik spagetti porsiyasında olan spagettilərin yerləşdiyi dairədir. Yəni ki, siz böyük qabdan götürəndə, bu qədər götürsəz, bu bir nəfərin porsiyasıdır. Çox yaxşı, davam edək. Heç kimə xal verməyən sual oldu. Xüsusi agent Mark Felt 1972-ci ildən sonra uzun müddət dərin qırtlaq kod adı ilə gizli qalsa da, sonradan özünü deşifrə etmişdi. Bəs o, Amerikadakı hansı qalmaqalın açılmasında mənbə rolunu oynamışdı? Vaxt. Nar Plus masasında 5 star düyməsi xan 4-cü nişanından imtina edir ki, masa arxasında qalsın. Qalan vaxt Sumqayıtındır. 90'lar 72 şeydir. Watergate daha yaxşı. Hansı qalmaqal? Watergate. Qonşuma uzun illər sonra daxil. Uzun illərdə orada şey olub, sonra okey. Necə istəyirsən? Sumqayıt komandası buyurun. Hadi zəhmət olmasa təkrar eləyərdi sualı. Mark Felt xüsusi agentdir. 1972-ci ildən sonra uzun müddət o dərin qırtlaq kod adı ilə gizli qala bilib, amma sonradan özünü deşifrə edib, Amerikadakı hansı qalmaqalın açılmasında o mənbə rolunu oynamışdı? Bizim iki versiyamız var idi. Uzun müddət məsələsinə görə biz daha uzun olan bir qalmaqalı gedəcəyik və Levinski skandalı deyirik. O birisi isə? Watergate-də, amma o daha tez idi. Uzun müddət deyildi yəqin. O kimin versiyası idi? Torulun versiyası idi. Heyif ki, qəbul olunmadı. Çünki Watergate qalmaqalı haqqında söhbət gedir. Bu, Mark hadisədən sonra qəzet müxbirlərinə məlumatı verməklə hadisənin mətbuata sızdırılmasına nail olmuş. 2005-ci ildə hadisədən 33 il keçdikdən sonra o özünü deşifrə etmişdi. Növbəti sual 3 xal dəyərində. Hansı Osmanlı sultanı Kayseri Rum tituluna layiq görülmüşdü? Vaxt. Sumqayıt komandası buyurun. Beyrək. Fatih Sultan Mehmet. Elədir ki var. 3-0. 3-0 və Sumqayıt komandası bu döyüşdən lazım olanı götürür. Gördüyünüz kimi hesabda irəli çıxır. Növbəti sual. Amerika Birləşmiş Ştatlarında öz ölkəsinin sehirbazı filminə ikinci həyat veriblər. Film restavrasiya edilib və 360 dərəcəlik formatda möhtəşəm ekranda nümayiş etdirilir. Tamaşaçıların ən çox sevdiyi səhnələrdən biri Dorothy'nin müqavva ilə bir yerdə alma ağacları ilə qarşılaşdığı epizoddur. Nə üçün bu kiçik epizod tamaşaçılar tərəfindən bu qədər sevilir? Vaxt. Bilmişdik ki, Dorothy'nin babası. Dorothy'den orada nə bir Dorothy itti O görüşdüyü alma ağaçları niyə məşhurdur? İşte bəlkə Dorothy'nin saçını gördüm. Onu demək istəyirəm. Sarı kətisi olduğunu bilmirdim. Eşidirəm. Fatih, orada ümumiyyətlə Oz ölkəsinin sehirbazı əsərində ən məşhur sujetlərdən biri sarı kərpicli yolda onların irəlilənməsidir. Yəqin ki, əvvəlki versiyada restavrasiyaya qədər bu sarı kərpicli yolun sarı olduğu bilinmirdi. Burada ilk dəfə onu görmüşdülər, sarı kərpicli yolu. Yox, elə deyil. Nar Plus düşünür. 360'da ümumi alma deyil ha. Nihat, sizdə kim cavab verəcək? Ceyhun üçün zəhmət olmasa təşəkkür. Ceyhun, nə üçün Oz ölkəsinin sehirbazı filminin restavrasiya olunmuş versiyasında tamaşaçıların ən çox sevdiyi səhnə Dorothy'nin müqavva ilə birlikdə alma ağacları ilə qarşılaşdığı epizoddur? Bəlkə müasir texnologiyalardan istifadə edərək həmin epizodda alman ətrini
kinoteatr zallarında vermişdilər. Bir cür belə 4D, 5D, nə bilim, belə bir effekt yaratmışdılar. Çox yaxınlaşdınız. Sadəcə texnologiya o qədər irəli getib ki, hətta onlar yuxarıdan alma yağışı eləmişdilər. Və hər kəs kinoteatrdan suvenir bir alma ilə gedə bilirdi deyə o epizoda görə yenidən bilet alırdılar. Onlar zədələnməmişdilər. Yəni, məsələ də ondadır ki, bu butafarik pluş almalardır. Növbəti sual 2 xal dəyərində. Amma sizin versiyada pis deyil. 1998-ci il Dünya Çempionatının qrup mərhələsində Rumıniya yığmasının üzvləri diqqəti özlərinə cəlb etmək məqsədi ilə komanda play-off mərhələsinə çıxarsa, saçlarını sarıya boyamağı söz verirlər. Komanda doğrudan da buna nail olur və növbəti oyuna söz verdikləri kimi saçlarını sarıya boyayaraq meydana çıxırlar. Ancaq qapıçı Bogdan Steliya başını boyamamışdı. Hansı səbəbdən? Vaxt. Nar Plus komandası hesab arasında fərqi azaltmaq istəyir. Buyurun. Yaxşı, Ceyhun Hüseynov. Ceyhun. O, yəqin ki, mənim kimi saçsız idi. Ona görə bu mümkün deyildi. O vədini... Bu komanda sizə sataşır məncə. Komanda sizə sataşır. Rəqib yox, öz komandası adama sataşanda lap yandırır da. 3-2, 3-2. 3-2 hesab arasında fərq azaldı. Diqqət. Əvvəlki sualda sözü gedən hərəkət etdikdən sonra Rumıniya yığmasına bir canlının balasının şərəfinə ləqəb vermişdilər. Söhbət hansı ləqəbdən gedir? Vaxt. Nar Plus komandası buyurun. Marif Eyvazov. Okey, bəlkə olsun bu cücə. Bəli, cücələr adlandırmağa başladılar. 3-3 hesab bərabərləşdi. Sumqayıt komandası bu döyüşü belə gərgin gözləyirdimi bilmirəm. Əşrəf, bəs Rumıniya yığması daha bir mərhələ atlasaydı, plana görə sarı saçlarına daha 2 rəng əlavə etməliyilər. Hansı 2 rəngi? Vaxt. Buyurun, kim cavab verir? Torul cavab verəcək. Salam. Yəqin ki, Rumıniya bayrağına görə göy qırmızı rəng. Eynən, dövlət bayrağının rənglərini Sumqayıt komandası hesabda irəliləyir. Daha bir sual. Bir dəfə paparatsilərdən heç xoşlanmayan Şahzadə Diana maşından düşdükdən sonra onlardan yayınmağı bacarmış və heç bir dəfə də olsun simasını onlara göstərməmişdi. Sizcə o bunu necə etmişdi? Amma siz də mənə göstərin. Vaxt. Belə, nə bax. Bəlkə belə eləyib prosta. Dərsini gəzmişdi, yox. Maşından... Buyurun. Ceyhun. Əgər biz onu göstərə biləriksə, yəqin ki... Yox, elə olmamışdı. Sumqayıt düşünür. Belə. Bəlkə gedib belə. Baş aşağı gəlir. Baş aşağı. Bəlkə yuxarı baxın. Sarı olması bilmirəm. Bax, bunu çəkəcəklər. Arxaya baxıb bəlkə. Yox, gözün bağlı. Yox, mənə göstərmir. Eşidirəm. Emil üçün zəhmət olması təkrar eləyərdi. Emil, bir dəfə paparatsilərdən heç xoşlanmayan Şahzadə Diana maşından düşdükdən sonra onlardan yayınmağı bacarır və heç bir şəkildə onu çəkmək almır. Yəni, o simasını heç kəsə göstərməmişdi. O bunu necə etmişdi? Düşünürəm ki, o sadəcə başı aşağı gəzmişdi. Bu zaman yolu görür, amma fotolarda onu görünmür. Yox. O arxasını paparatsilərə çevirmiş və arxa-arxaya belə hərəkət etmişdi. Sizdən bunu göstərməyinizi xahiş edirdim. Növbəti sual 2 xal dəyərində. Hər iki komandaya qələbə vəd edən sualdır. Teatr rejissoru Yuri Lyubimov niyə repetisiyalara özü ilə qırmızı və yaşıl rəngli fənərlər gətirirdi? Vaxt. Buyurun, Nar Plus komandası. Cavdan Hacıyev. Stanislavski metod deyə, yəni inandırıcı, inandırmadınız. Əgər xoşuna gəlsəydi, məsələn, yaşıl fənərli, dayu dabro, yaşıl işıq yandıran, xoşuna gəlməsə qırmızı fənər yandırırdı. Tamamilə doğrudur. Tamamilə doğrudur. Nar Plus komandasının qələbəsi və birinci döyüşdən qalib çıxan komanda indi daha bir qələbə əldə edərsə mart ayının çempionu olacaq və mart ayının çempionu Nar Kubuku uğrunda dəqiq mübarizə aparacaq. Diqqət. Diqqət.
Bizə baxan bütün tamaşaçılara səslənirəm. Bilirəm axı siz də oynamaq istəyirsiniz və biz oynayırıq. Narın X sosial şəbəkəsindəki hesabında. Əgər siz də orada indicə dərc edilmiş tweeti görürsünüzsə, mütləq oynayın və hədiyyə qazanın. Uğurlar. İkinci, həlledici döyüş bu sualla başlayır. Hetlər öz şəxsi gigiyenalarına və təmizliklərinə həddən artıq önəm verirdilər. Het qanunlarına görə nə baş verdikdə aşpaz bütün ailəsi ilə birlikdə edam edilirdi. Vaxt. Sumqayıt komandası. Beyrək. Aşpaz isə yəni ki, yeməkdən tük çıxdıqda... Oy. O halda. Bəli. 1-0. Tamamilə doğrudur. 1-0. Beyrək çoxdandır Beyrək danışmırıq. Siz özünüz heç yemək pişirirsiniz? Həftə sonları uşaqlar üçün pişirirəm, səhər yeməyi ancaq. Böyüklər üçün niyə pişirmirsiniz? Böyüklər özü bazarda ona görə. Bu nə kids menyudur sizdə? Nə pişirirsiniz adətən? Adətən belə deyək, pomidor yumurta və ya belə deyək də digər sosiska yumurta deyək. Bəs uşaqların qabağından nəsə qalanda kim yeyir onu? Adətən mənə verirlər. Özüm götürmürəm, amma mənə verirlər. Düzgün cavab budur. Növbəti sual. Holland milli şirniyyatı olan strop vafli arasına karamel siropu çəkilmiş iki nazik dairəvi xəmir qatından ibarətdir. Bu vaflini yeyərkən xüsusi ləzzət almaq üçün öncə qısa müddət ərzində vafli ilə nə etmək lazımdır? Vaxt. Nar Plus komandası buyurun. Maarif Eyvazov. Bəlkə bunu suya batırırlar. Xeyr olmaz. Sumqayıt komandası düşünür. Yox, Yağlayırsan da arasında. Elə demirik. Ayrılıb canım. Nə etmək lazımdır? Ayırmaq lazım. Ayırıb Qısa müddət ərzindəyik. Qısa müddət. Şəkil çəkdirmək zad olacaq. bir dəfə yemirsən də. Buyurun. Fatih, biz düşünürük ki, vaflini ortadan iki yerə ayırmaq lazımdır. Sizin komandada bir qız olsaydı indi, hər iki komandaya səsləyərdim. O 100% o suala cavab verərdi. Çünki xanımlar bu suala bizim fokus qrupda daha yaxşı cavab verirlər, nəinki bəylər. Çünki bəlkə ona görə ki, və soruşanda ki, nəyə görə yəni cavab vermişsiniz? Dedilər ki, Instagramda görmüşəm ki, o vaflini qoyurlar krışkanın üstünə, o biraz isti içki, onun buharından bu bir balaca boşalır və daha dadlı olur. Növbəti sualın dəyəri qalxır. 2 xal oynanılır. Mən sualları qız-oğlan suallarına bölmək istəmirəm. Sadəcə sizin komandalara səslənirəm ki, xanım oyunçular hər bir komandanı daha güclü edir. Dostlar, Britaniyalı yazıcı Pelham Woodhouse'un baş qəhrəmanı qulluqçusuna deyir ki, saç ağarmasına qarşı yeganə, təsirli vasitəni bir fransız icad edib. Həmin fransızın soyadını deyin. Vaxt. Nar Plus, buyurun. Ceyhun Hüseynov. Səhv etməsin. Onun soyadı Gilyoten. Tamamilə doğrudur. 2-1, daha bir üstünlük. İkinci döyüşdə də üstünlük Nar Plus komandasında. Yenə sual. Muxtar, ən qorxduğunuz şey nədir? Gilyotin. Emin, bəs sizin? Hər hansı bir qorxum yoxdur. Baxarıq. Ağacın tumurcuqları, məsələn, qarın əriməsi zamanı açılırsa və yenidən şaxta baş verərsə, bu bitki üçün təhlükəli ola bilər. Bernd Heinrich yazır ki, ağaclar da təkamül zamanı bunu edirlər. Nəyi? Vaxt. Sumqayıt komandası buyurun. Bu suala Muxtar cavab verəcəklər.
Falstart. Tamamilə doğru. 2-2. 2-2. Bəli, onlar da düymə sıxanlar kimi falstart edirlər. Nəsə Nihat Eminə pis baxdı. Pis baxdı Eminə. Növbəti sual. Nihat, Rıza Darablı ötən əsrin 20-ci illərində Moskvada Mərkəzi Teatr Sənəti Texnikumunda təhsil almağa yollanıb və buna qədər teatrda kifayət qədər tanınmış Rıza bəy təhsilindən sonra tamam fərqli şəkildə izləyicilər qarşısına çıxdı. Həmin fərq nədən ibarət idi? Vaxt. Sumqayıt komandası buyurun. Eşidirəm. Beyrək. Əvvəllər qadın rolu oynayırdı deyə saqqalsız idi, indi artıq saqqallı idi. Xeyr. Nar plus düşünür. Əvvəlki şeydə bu idi, Rıza Darablı idi. Yo, Vaqif İbrahim Vaqifoğlu. 20-ci illərdə Moskvada. Rus dilində danışmağa başladı. Rus dilində rolları. Rus dilində şey eləməyə başladı. Kinolar çəkilməyə başladı. Kino yox idi. Buyurun. Kim cavab verir? Zəhmət olmasa Ceyhunsun təşəkkür. Rıza Darablı ötən əsrin 20-ci illərində Moskvada Mərkəzi Teatr Sənəti Texnikumunda təhsil aldıqdan sonra fərqli şəkildə izləyicilər qarşısına çıxdı. Həmin fərq nədən ibarət idi? Tamamilə fərqli şəkildə. Cavabınız? Tamamilə fərqli şəkildə. Tamamilə fərqli şəkildə. Ola bilər ki, o təhsil almamışdan əvvəl ancaq Azərbaycan dilində rolları ifa edirdi. Amma Moskvada təhsil alandan sonra rus dilində də rolları ifa etməyə başlamışdı. Rıza Darablı əvvəlcə komediyalarda rol alsa da peşəkar təhsil aldıqdan sonra artıq dramatik obrazları da oynamağa başladı. Hesabın dəyəri qalxdı. Sual indi 2 xallıqdır və indi risklər daha böyükdür. Aktyor yaradıcılığından bəhs edilən kitabda Əhməd Ağdamskinin Leyli və Məcnun, Ər və Arvad tamaşaları ilə bərabər Əminə Yusif qızının Qavroş, Pavlik Morozov tamaşalarındakı rolları xatırlanır. Bu iki sənətkarın ortaq cəhəti nə idi? Vaxt. Nar plus. Cavidan Hacıyev. Buyurun. Əhməd Ağdamski qadın rolunda məşhur idi. Əminə Yusif qızı isə kişi rollarını səsləndirirdi, kişi rollarına çıxış edirdi. Onlar əks cinsləri canlandırırdılar ekranda. 4-2. Bəli, qarşı cinsin rollarını oynamaqları ilə məşhur olublar. Əhməd Ağdamski səhnəmizin ilk leylisidir. Əminə Yusif qızı isə o adı çəkilən tamaşalarda kişi rollarını ifa etmişdi. Özdə kişi baş rollarını. Növbəti sual 1 xal dəyərində. Sizi Mart ayının çempionu adından bu saat bir sual ayırır. Bilmirəm, daha bu sualdır, yoxsa başqası. Bu yaxınlarda belə bir maraqlı və məzəli məlumata rast gəldim. Əşəf, deməli, Hindistan heyəti ilə görüş üçün Prezident Donald Trump bir nəfərin yanında olmasını tələb etmişdi. Bu şəxs kim idi? Vaxt. Sumqayıt komandası buyurun. Ceyhun. Eşidirəm sizi. Aşpazı idi onun. Yox. Nar plus. Ver. Nə vır salmısınız başa? Başa salın, nə məsələdir? Çox gərgin gedir döyüş, ona görə vaxt itirmək istəmirik. Cavidan Hacıyev. YouTube'da bir ara belə komediya skeç məşhur ki, Hindistanlı buna ingiliscə sual verir. O da deyir ki, I don't understand you. Ona bizimki növbəti görüşücü tərcüməsi aparmışdı. Tamamilə doğrudur. Söhbət tərcüməçidən gedir. Və bu oyunu tərcümə etməyə ehtiyac yoxdur. Hər şey ilk baxışdan anlaşıldı. Mart ayının çempionları bilindi. Söhbət Nar Plus komandasından gelir. Onlar Azərbaycan çempionu, son Azərbaycan çempionu Sumqayıt komandasını məğlub edə bilirlər. Bəlkə bugün ona görə ki, Sumqayıt komandasının günü değildi. Hər halda necə olur olsun, Nardan xüsusi hədiyyələrlə ayın çempionları mükafatlandırılır. Bu hədiyyələrə görə mən sizə təşəkkür ederim. Sevil xanım, xatırladıram ki, bizim müstəqil hakimiz, baş sponsorumuz olan Narın media əlaqələri eksperti Sevil xanım Tağıyeva idi. Hədiyyələrə görə bir daha böyük təşəkkürlər. Sizə isə bir həftədən sonra başqa plan qurmamağı məsləhət görürəm. Yenə Brainingdə görüşərik. Nar kubok uğrunda yarışlar hələ də davam edir. Mənə
Gözeli elə bizimdir. Biraz oradan mahnıya ses ver. Kızışırıq bizimdir. Bəsdir daha oturdun yerinde. Dur sen de koşul bize. Ne kadar canımızda can var. Can diye birbirimize. Sabah iş günü değil. Gel gece doyunca eğlenek. Koşulmak ritmin ahengine. Gel yavaş yavaş yerlenek. Gel 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 dekseden. Elleri kolları derbeden. Yılan bütün problemleri. Uçuran olsun şerlere. Gel gel dekseden. Elleri kolları derbeden. Yılan bütün problemleri. Uçuran olsun şerlere. Nene göre her şeyi özeliyle bizimdir. Biraz oradan mahlıya ses ver. Kızışırıq bizimdir. Bəsdir daha oturdun yerinde. Dur sen de koşul bize. Ne kadar canımızda can var. Can diyek birbirimize. Sabah iş günü değil. Gel gece doyunca eğlenek. Koşulmak ritmin ahengine. Gel yavaş yavaş yerlenek. Gel 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 dekseden. Elleri kolları derbeden. Yıkak bütün problemleri. Uçuran olsun şeylere. Gel gel dekseden. Elleri kolları derbeden. Yıkak bütün problemleri. Uçuran olsun şeylere. Gel rəqsine, əlləri qolları dərbədək. Yığaq bütün problemləri, uçuran olsun çərbərək. Gel rəqsine, əlləri qolları dərbədək. Yığaq bütün problemləri, uçuran olsun çərbərək.